Biz gıda yeyirik, düzdürmü? Biz boş yeyirik, biz kebap da yeyirik, biz buz fındıq da yeyirik, biz meyvə də yeyirik, düzdürmü? Hərəsindən yeyirik də. Məsələn, bunun biri olmasa, ya fındıq, ya qoz, ya şaftalı biz yeməsək biz ölməyəcəyik. Amma insanın bədənində müəyyən çatışmazlıqlar var, ona ehtiyac var. Burada da torpaqda olan ve olmayan bitki için lazım olan gıda maddeleri. Bu bitki özüne lazım olan gıdanın hamısını torpaqdan ala bilmir. Düzdür, bu torpaq kasıb torpaq. Və hansını ala bilməyəcəksə biz torpağın ayrıca baxıb orada su ilə bir yerdə bu qidalanacaq. İnsanlar səhv başa düşür. Məsələn, gübrələnmədir, dərmanlamadır, ziyanlı bir şey kimi bizə göstərir. Hər şeyi düzgün eləyəndə nəticə yaxşı olur. Görsən, bunlar yanıb. Bu yarpaq mənlə danışır. Sən bilirsən günəş yandırır. Yox, günəş yandırır. Günəş yandırsaydı hamısı yandırasın. Bu kalium çatışmamazlığı. Bu sarı olsaydı dəmir çatışmaz. Bak görürsən sarı nöqtələr də var. Bu deyir ki, məndə deyir dəmir çatmır. Bak bu göm-göy olası bir yer, uca sarılığa çalır. Çünki bu qidanı tam ala bilmir. Yarpağın özünün xüsusi analizi var. Bunu analizə verirsən, bu torpaqda nə var, nə yox, hamısını sənə deyir. Bu yarpaq bütün bu məlumatları bizə ötürür və biz oradan yavaşça suya qatırıq şpris kimi. Həmin lazımdır 200 qram dəmir, 300 qram bor, 500 qram sink. Bunları ötürürsən, göy üstünə traf kimi meyvə gətirir. Buna lazım olanı ver, o sən istədiyini verir. Çünki ağacı hamı tapa bilər, hamı da əkə bilər. Onun xidmətləri var. Bu xidmətlərin pulu göstərirlər. Biz sizə bugün bunun pulsuz edirik. Sağ olsun. Çünki bu siz bizim müştərimiz olduğunuz için müşteri görür.